Tarix boyu dövlətlərin yaranması müxtəlif səbəblərlə baş verib. Bəziləri planlı şəkildə, bəziləri isə tamamilə gözlənilməz. Bəzən isə təsadüf nəticəsində ortaya çıxıb. Bu videoda sizə 5 dövlət haqqında danışacağıq ki, onların müstəqil olması bəlkə də tarixdə bir səhv, yaxud da maraqlı bir təsadüf idi. Sovetlər İttifaqının kölgəsindən çıxan Moldova uzun illər boyu Rumıniya, sonra isə Sovet İttifaqının tərkibində olub. 1940-cı ildə Sovetlər tərəfindən işğal edilərək Moldova Sovet Sosialist Respublikası yaradıldı. Lakin 1991-ci ildə Sovet İttifaqının dağılması ilə Moldova müstəqilliyini elan etdi. Bu qərar nə planlaşdırılmışdı, nə də öncədən hazırlanmışdı. Sadəcə Sovetlərin dağılması nəticəsində ortaya çıxan bir boşluq Moldovanın dövlət kimi formalaşmasına şərait yaratdı. Bu səbəblə Moldova müəyyən mənada tarixi zərurətdən doğmuş bir dövlətdir. Panama əvvəllər Kolumbiyanın bir hissəsi idi. Ancaq Amerika Birləşmiş Ştatlarının burada Panama kanalı tikmək planları vardı. Kolumbiya hökuməti buna razı olmadıqda Amerika Birləşmiş Ştatları Panama ərazisindən müstəqillik hərəkatını dəstəklədi və 1903-cü ildə Amerikanın hərbi dəstəyi ilə Panama Kolumbiyadan ayrılaraq müstəqil dövlət oldu. Maraqlısı budur ki, bu hadisədən cəmi bir neçə gün sonra Amerika Birləşmiş Ştatları yeni yaranmış Panama dövləti ilə kanalın tikintisi üçün müqavilə imzaladı. Beləliklə, Panama bir növ geopolitik layihə üçün yaradılan süni dövlət kimi meydana çıxdı və öz iradəsi ilə yox, böyük güclərin marağı ilə yaranmış bir dövlət oldu. Bangladeş əvvəllər Pakistanın bir hissəsi idi və Şərqi Pakistan adı ilə tanınırdı. Lakin Qərbi və Şərqi Pakistan arasında dərin mədəni, dil və iqtisadi fərqlər vardı. 1971-ci ildə Pakistan ordusunun zoraki müdaxiləsi və Hindistanın hərbi dəstəyi ilə Bangladeş müstəqil oldu. Bu müstəqillik bir çox qanlı hadisələrdən sonra baş verdi və əslində Pakistanın öz içindəki idarə etmə uğursuzluğunun nəticəsi idi. Bangladeşin müstəqilliyi əvvəlcədən planlanmamış, daha çox daxili və regional qarşıdurmaların doğurduğu dramatik bir ayrılıq idi. 19-cu əsrdə Belçika Niderland Krallığının tərkib hissəsi idi. Lakin 1930-cu ildə baş verən inqilab nəticəsində Belçika müstəqilliyini elan etdi. Əvvəlcə Avropa dövlətləri bu müstəqilliyi tanımadı, amma sonradan Belçikanın daimi neytral dövlət kimi varlığı qəbul edildi. Belçika dövlətinin yaranması Avropadakı güc balansının qorunması üçün qəbul edilən bir kompromis idi. Yəni, Belçika xalq hərəkatının nəticəsində doğulmuş olsa da, onun yaşaması Avropadakı digər güclərin siyasi razılığı ilə mümkün oldu. Bu da sanki əvvəlcədən nəzərdə tutulmayan, amma sonradan uyğun gələn bir dövlət modeli idi. Uzun illər müstəqilliyi tanınmayan Namibiya əvvəllər Almaniyanın koloniyası idi. Daha sonra isə Cənubi Afrikanın idarəsinə keçdi. Beləliklə, uzun illər Cənubi Afrika Namibiyanı öz ərazisi kimi saxladı. Beynəlxalq ictimaiyyət isə bu vəziyyəti tanımırdı. 1980-ci illərdə artan beynəlxalq təzyiq və münaqişələr nəticəsində Namibiya nəhayət 1990-cı ildə müstəqilliyini qazandı. Bu proses illərlə uzandı və nəticə etibarı ilə Namibiya sanki beynəlxalq diplomatiyanın səhvləri düzəltmək üçün yaratdığı bir dövlət oldu. Bu 5 ölkə birbaşa planlanmamış ya da başqalarının planlarının nəticəsi olaraq yaranmış dövlətlərdir. Bu ölkələrin tarixə gəlməsi bəzi hallarda siyasi təsadüf, bəzi hallarda isə imperialist maraqların yan məhsulu olub. Bəzən bir dövlətin yaranması onun xalqının istəyindən çox tarixdəki oyunların nəticəsi olur. Tarix bəzən həqiqətən də səhvlərlə doludur, amma həmin səhvlər bugün dünya xəritəsini formalaşdırır. Videonu izlədiyiniz üçün təşəkkür edirəm. Kanalıma abunə olub dəstəkdə ola bilərsiniz.